Akıl Bakdadı kanalında sizə haqq gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Nağılın adı Südabə xanım və Çinar ağacı. Yamyaşıl ağaclarla dolu bir dağın ətəyində gözəl bir kənd var idi. Sakit bir kənd. Hər tərəfdə təndir çörəyinin ətri, hər namaz vaxtı minarələrdən ucalan azan səsi, ağaclarının budaqlarında oxuyan quşların nəğmələri. Bəh, bəh, bəh. Bu kənddə balaca bir məktəb var idi. Göy pəncərəli, geniş həyəti olan bir məktəb. Məktəbin həyətində bir yaşlı çınar ağacı var idi. Bu yaşlı çınarın kölgəsində o qədər şagirdlər, müəllimlər dincəlmişdi ki, sayı hesabı yox idi. Hə, dostlar, onu da deyim ki, artıq bu məktəbdə sadəcə bir müəllimə dərs deyir. Kəndin yolu çətin olduğuna görə heç bir müəllimə bu məktəbdə işləməyə razı olmurdu. Yalnız Südabə xanımdan başqa. Südabə xanım illərdir hər gün günəşdən də tez oyanıb şəhərdən kəndə dolambaclı yollarla gəlirdi. Çiçəkli çadrası ilə, sinəsində dəftəri və hər zaman çöhrəsindəki təbəssümü ilə. Kəndin uşaqları bütün sevgilərini və biliklərini Südabə xanımdan öyrənmişdilər. Yazıb oxumağı elə gözəl öyrətmişdi ki, uşaqlar heç məktəbdən evə getmək istəmirdilər. O təkcə müəllim deyildi, sanki uşaqlara ikinci ana idi. Hər gün dərsin son zəngi çalınanda Südabə xanım deyirdi, getməzdən əvvəl bir dəqiqə çınarın altında yığışaq. Uşaqlar qaçaraq çınarın ətrafını toplaşırdılar. Bəzən onlara şeir oxuyurdu, bəzən nağıl danışırdı, bəzən də sadəcə həyatdan söhbət edirdi. Deyirdi, çınar ağacı insana bənzəyir, kökü keçmişidir, gövdəsi zəhməti, yarpaqları isə arzularıdır. Bir gün səhər uşaqlar məktəbə gələndə gördülər ki, çınarın gövdəsində kobud bir cızıq açılıb. Ağacın qabığı soyulmuşdu. Hər kəs susmuşdu. Hətta həmişə səs küylü olan Süsən belə dinib danışmırdı. Südabə xanım sakitcə yaxınlaşdı, əlini ağacın yarasına qoydu və dedi, bu da bir yaradır. Elə bizim qəlbimizdə olan yaralar kimi. Amma çınar hələ də ayaqdadır. Kölgəsini əsirgəmir. Mehriban olmaq üçün yaralanmaq da mane deyil. O gün dərsdən sonra uşaqlar bir qərar verdilər. Evdən rəngli parçalar gətirdilər. Hər biri parça üzərinə Südabə xanımın sözlərindən bir cümlə yazdı. Süsən, böyük ürək mehribanlıqdan yorulmaz, yazdı. Yunis, bilik qaranlıqda bir çıraqdır, yazdı. Balaca əli muncuq kimi xətti ilə Südabə xanım, siz özünüz çınarsınız, yazdı. Müəllimlər günü çatanda uşaqlar çox xüsusi bir şey etdilər. Anaları ilə birlikdə məktəbin həyətini təmizlədilər. Çınarın altını süpürdülər. Ora bir xalça sərdilər. Südabə xanım məktəbə daxil olanda hamısı əlində bir gül və kiçik bir dəftərlə onu qarşıladılar. O dəftəri özləri hazırlamışdılar. Hər bir uşaq o dəftərə bir təşəkkür, bir xatirə, müəllimənin sözlərindən bir cümlə yazmışdı. Dəftərin sonunda Əsma bir rəsm çəkmişdi. Bir çınar ağacı və onun altında dayanan bir qadın. Əli ağacın gövdəsində, ətrafında uşaqlar. Südabə xanım dəftəri görəndə gözləri doldu. Amma təbəssümü hər zamanki kimi üzündə idi. Dedi, bir müəllimin ən gözəl hədiyyəsi şagirdlərinin boy atdığını görməkdir.
O gecə külək çinarın budaqları arasından keçərkən uşaqların səsi sanki göylərə ucalırdı. Südabə xanım, kölgəniz əskiyi olmasın. Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.